Şəbaniyyə münacatında imamlar bizə öyrədiblər, Allah Teala ilə belə danışaq. İlahi in əxəztəni bi cürmi əxəztükə bi əffik. İlahi, əgər sən mənə günahımı irad tutsan, desən ki, bu qədər günahım var, mən deyəcəm, sənin də bu qədər əffin var, mən də səni əffinlə tutacam. Və in əxəztəni bi zunubi əxəztükə bi məğfirətik. Əgər sən məni cinayətlərimlə tutsan, mən də səni bağışlamağınla, məğfirətinlə tutacam. Və in ədxəltənin nar ə'ləmtu əhləhə ənni uhibbuk. Məni oda atsan, od əhlinə bildirəcəm ki, mən səni sevirəm.